Hər kəsə salam. DİM 2025 test toplusunda kimyəvi reaksiyaların sürəti, kimyəvi tarazlıq bölməsinə əlavə olunmuş 80-ci sualın izahına baxaq. Reaksiya tənliyi verib, amonyakın alınması reaksiya tənliyi, hidrogen və amonyakın tarazlıq halında olan kütlələri mm'dir. Tarazlıq yarandıqda hidrogenin başlanğıc kütləsinin neçə faizi reaksiya daxil olduğunu müəyyən etməliyik. İlk olaraq reaksiyanı yazaq. Azot hidrogenlə reaksiya daxil olur, alınır amonyak. Əmsallaşdırdıq. Demək, tarazlıq halında hidrogen və amonyakın hər ikisinin kütləsi m-dir. Bizə də hidrogenin başlanğıc kütləsini tapmaq lazımdır. Hidrogenin başlanğıc kütləsini tapmaq üçün tarazlıq halındakı kütləsi məlum. Onun sərf olunan kütləsini də tapıb, ona əsasən başlanğıc kütləsini müəyyən edə bilərik. Hidrogenin sərf olunan kütləsini tapmaq üçün də bizə amonyakın tarazlıq halında olan kütləsi, yəni m köməklik edəcək. İndi buna uyğun olaraq tənasübümüzü quraq. Hidrogen reaksiya tənliyimizə baxsaq, 3 vur 2. 6 qram hidrogen reaksiya daxil olduqda alınır 2 vur 17, yəni 34 qram amonyak. Bəs m qram amonyak alanda nə qədər hidrogen sərf olunur? X. Buradan da x bərabərdir. 6m bölünsün 34. Bu qədər. Yəni 6m bölü 34 qram hidrogen sərf olunur. Tarazlıq halında isə hidrogenimizin kütləsi nə qədərdir? M. Bu zaman biz onları toplasaq, biz bilirik ki, başlanğıc bərabərdir sərf olunan və tarazlığın cəmi. Sərf olunanımız 6m böl 34. Tarazlıq halında kütlə isə m-dir. Buradan da hidrogenin başlanğıc kütləsi bərabər olacaq. Demək, 40m böl 34. İndi deyir ki, başlanğıc kütləsinin neçə faizi reaksiya daxil olmuşdur. Hidrogenin nə qədər sərf olunub? 6m böl 34. Görək bu sərf olunan qiymət, yəni 6m böl 34. Başlanğıc kütlənin, yəni 40m böl 34-ü neçə faizini təşkil edir? Faiz deyirsə 100-ə də vurur. Kəsir kəsirə böləndə, demək, digər kəsirin məxrəci qalxır sürətə 40m. M-lər gedir, 34 gedir, vururuq da 100-ə. 640-a böldükdə edəcək 15%.